Salam kızlar, kanalıma hoş geldiniz. Bugün size tam real, montajsız bir günüm necə keçir vlogu çəkirəm. Gün ərzində nə ilə məşğul oluram, nələri planlayıram və nələri çatdıra bilmirəm. Hamısını səmimi şəkildə göstərəcəm inşallah. Deməli qızlar, səhər tezdən oyandıq. Yoldaşımı yola saldım işə. Çayımızı süzək, keçək oturaq, çayımızı içək. Yuxudan tam ayılım, özümə gəlim, ondan sonra başlayaq günümüzü planlamağa. Bugün çox işim var. Həmişəki kimi bilirsiniz də, yəni Evdar xanımın işi bitmir, tükənmir. Onları bugün qutarıb hər birini axşama kimi çatdırmaq istəyirəm. İnşallah Allah qoysa. Hə, qızlar, siz necəsiz? Deməli, bilirəm ki, hələ yeniyik, tanışlıq dövrüdür. Ona görə elə böyük bir gözləntim yoxdur. İnşallah hər şey daha da yaxşı olar. Vloqlarım daha çox izlənər. Mən də daha professional vloqlar çəkib paylaşaram Allahın izni ilə. Belə qızlar, hə, indi çayımızı içək. Sonra durum. Kuxnam biraz dağınıqdır. Kuxnamı səliqələndirim. Ondan sonra bacardığım qədər çəkməyə çalışacağım sizlərə. Ondan sonra görmək istədiyim bəzi işlər var. Onları planlayım. Göyərti falan alıb qaynanam. Onları təmizləyim. Yuyum. Yəqin ki, hər birini göstərərəm sizlərə. Deməli qızlar, həmişəki kimi mən girişdim işə, kuxnanı yığışdırdım. Axıra qaldım oyka. Dediyim kimi həmişə yəqin ki deyirəm də bunu, vloqlarda tripodum yoxdur, çəkiliş çətindir. Əlimdə tutub çəkirəm, ona görə hər şeyi tək-tək çəkə bilmirəm. Burada da göyərtini təmizlədik, doğradıq, soğançanı elədim. Qızlar, göyərtini tökdüm soğançanın içinə. Deməli, bunu da belə qoyurduq. Bizdə deməli qızlar, bunun adı balba gedir. Bu yeməyin adı balbadır. Düyülü falan, biraz sulu. Qatıqla uşaqlarım falan çox istəyir bu yeməyi. Elə mən özüm də sevirəm. Sonra qızlar keçdim zala. Zalımın yeri bərbad gündə idi. Burada da Elay gördüyünüz kimi imkan vermir işi görəm. Məni qucağına al deyib ağlayır. Deməli, bilmədim tostoran eləyim, yoxsa Elayı sakitləşdirim. Gəlib yapışıb ayağımdan. İmkan vermir ki, işimizi qutaraq. Nəysə qızlar, birtəhər işimi gördüm. Yeməkləri hazırladım, keçdim zalı da tostoranlıyım, qutarım. İnşallah hər birinin üstəsindən gələrik bir yerdə. Belə. Ondan sonra göyərtidən saxlamışdım. Onu da başqa balaca doğradım. Hazırlayıb qutarandan sonra yadıma düşür ki, vlog çəkirsən sən axı. Nəysə, bu kadrda belə göstərdim. Ondan sonra qızlar, özümə meyvə doğradım, çay süzdüm, keçdim. Necə gəldi? Dırnaq alətlərimi düzdüm. Dırnaqlarım bu vəziyyətdədir. Deməli, dırnaqlarımı düzəltmək istəyirəm. Uzanıb biraz, yaxşı da görsənmir, dəyişiklik də istəyirəm. Amma çox tez bezənəm qızlar bir şeydən. Tez dəyişiklik istəyirəm. Sonra televizorda özümüzə bir normal bir şey açaq. Başımız qarşı-qarşı, hələ 3 saat buradayıq. Başımızı qata-qata dırnağımızı düzəldək. Deməli, Ezgirəmi izləyirəm. Sevirəm onun vloglarını, bilmirəm niyə. Səmimi gəlir mənə. Sonra burada qısaltdım dırnaqlarımı. Qısaltdım, matlaşdırdım. Ondan sonra hazırdır dırnaqlarım uje. Burada qızlar, kleyimin başı yapışdığı üçün ondan istifadə edə bilmədim. Yoxsa normalda tipsi ilə düzəldirəm dırnaqları. Burada üst forma istifadə elədim. Forma ilə də ikinci səfər elədiyimə görə biraz çobud, qalın alınsa da idarə edər də, yenə də pis alınmadı, xoşuma gəldi.
Burada da qızlar hazırlaşdım. Mesaj gəlmişdi ki, kargon gəlib. Kitab sifariş vermişdim. Getdim onu götürməyə. Sonra Zeynəbi də qoydum məktəbə. Gəldim elə kitabımı da götürüm. Marketdən də alacağım bir iki şey var idi. Onları da alım, qayıdım evə dedim. Belə qızlar. Gördüyünüz kimi işin çoxunu demək olar ki elədim. Bu səhərisi günün kadrıdır. Həmin günü çatdırdım. Hər bir işimi bitirdim. Marketdən də alacağım göstərməmişəm aldıqlarımı, amma yəni Adi aldım, Maçalka aldım, Ariel aldım. Qızlar belə bu şeylər də Ariel falan da çox da Ariel almırdım. Onların da qiyməti qalxıb, bahalaşıb xeyli. Nəysə ki, yenə də ağları yaxşı ağartdığı üçün elə yenə də ondan aldım. Qiyməti qalxsa da. Belə kitabım da ki, gedəndə evə göstərəcəm sizə. Deməli qızlar, özümə hədəflər qoymuşam. Deməli bir aya bir kitab hədəfi qoymuşam. İnşallah ki 30-35 yaşıma kimi oxumaq istədiyim kitabları hamısını oxuyub bitirərəm. Aldığım kitab da budur. Sonra qızlar keçirik. Zeynəb pankek istəmişdi. Elə Zeynəblə bir yerdə pankekimizi hazırlayırıq. Bir yumurta, bir stəkan pesoq. Bizim uşaqlar çox şirin istədiyinə görə şəkərim mən bol eləyirəm, çox eləyirəm. Yəni əldə süd olanda süddə qatıram, olmayanda yəni qatıq da tökürəm içinə, qatıqla eləyirəm. Yaxşı da qəşəng də alınır, mənim uşaqlarım sevir. Burada qarışdırırıq, qəşəng. Zeynəb əl çəkmir ki, mən qarışdırım. Sonra 3 qaşıq da 4 oldu. 4 qaşıq da qatıq əlavə elədik içinə. Bir stəkan şəkər tozu, bir yumurta. Stəkan tam deyil idi də, yəni başından 3-4 barmaq aşağı. Qarışdırdıq. 4-5 qaşıq da qızlar duru yağ. Qabartma vanil un. Unu da gözə yarı eləyirəm. Bəzən qatı eləyirəm, bəzən duru eləyirəm. Yəni həmin an istəyimizə baxır o bizim. Qızlar belə pankekim uje demək olar ki hazırdır. Burada Zeynəb əlavə eləmək istədi vanil qabartmanı. Gördüyünüz kimi əlavəni elədi, uje hazırdır. Tavanı isidirəm, azacıq duru yağ tökürəm. Birinci resim pişdi qızlar. Duru yağı da salfetka ilə tavanın dibinə eləyirəm. Salfetkada qalanı bütün pankek boyu elə şeyin tavanın dibinə çəkirəm. Sonra hələ ki ac qarnayıq qızlar, bəhməzlə qaynar suya 2 qaşıq 3 qaşıq bəhməz tökürəm. Səhər-səhər çox vaxt bunu içirəm və yaxud çayla bəhməz içirəm ac qarnına. Nə bilim, mənə yaxşı gəlir. 1-2 saat da elə heç nə yemədən elə gəzirəm. Belə qızlar, pankekim demək olar ki 3-cü resti, 3-cü resimizi eləyirik. Yəni çox da bərəkətlidir. Uşaqlar yediyin yeyir, qalanı qalır, axşama da qəşəng qalır. Sonra çıxmış qablarımız, onları yuyuram. Onları da yuyandan sonra qızlar hələ bilmirəm ki axşama da nə bişirəcəm. İnşallah onu da qərarını verərik. Burada da stəkanımın içinə azacıq adi töymüşəm. Deməli çaşqalarımı falan adi elədim. Yavaş-yavaş baxdım ki, saralır, çay ləkəsi tutur. Boşqaflarımı falan adi elədim. Elə mən hamısını birdən eləmirəm də, yəni əlimə keçdikcə, boşqaflarda ləkə gördükcə, nə bilim stəkanda saralma gördükcə belə adi eləyirəm. Olur tərtəmiz. Qızlar, dırnaqlarım necə olub yorumlara yazarsınız.
bilirəm, yəni tam professional deyiləm mən. Yəni evdə özüm üçün öyrənmişəm, öz üzərimdə öyrənmişəm. Yəni danışanda ay yaxşı alınmayıb, ay belə nəzərə alın ki, yəni mən professional deyiləm də. Hə, qızlar belə qablarımızı da yuyaq qutaraq. Uşaqları da yedizdirdim. Ondan sonra keçək digər işlərimizi görməyə. İşlərim hələ çoxdur. Elay da həmişə kimi gəlib yanımı kəsdirib. Hə, qızlar belə deyin görək sizdə necədir vəziyyət? Çatdıra bilirsinizmi ev işlərin? Özünüzə vaxt ayıra bilirsinizmi? Normaldır. Mən bacardığım qədər, yəni ev işlərinə də vaxt ayırıram. Gördüyünüz kimi özümə də vaxt ayırıram. Yəni günü boş keçirtməyim istəyirəm. Dolu-dolu keçirdim istəyirəm. Yəni istədiyimi də eləyirəm, şükür Allaha. Sizdə necədir vəziyyət? Yorumlara yazın. Belə qablarımızı yuyaq qutaraq. Sonra keçək, görək başqa nə işimiz var, onları görək. Deməli, xanımlar, ani bir qərarla evdən çıxası olduq. Gəlmişik, hazırlaşdıq, uşaqları falan geyindirdim. Qonaq gedirik. Gəldik elə qonaq gedəcəyimiz yer üçün biraz bazarlıq eləyək. Sonra evdə bir-iki şey də çatmırdı. Ürəyimizin istədiyi bəzi şeylər var idi, onları da aldıq. Hə, deməli, buradan çıxıb qonaq gedirik, sonra isə gedəcəyik evimizə. Uşaqlarla marketə getmək çətin məsələdir. Gördüyünüz kimi Elayı otuzdurmuşam səbətdə. Zeynəb də o tərəfə bu tərəfə qaçır. Onu istəyirəm, bunu istəyirəm. Səbəti təhvil verdim xalaya. Sonra getdik, Zeynəbin istədiyi bəzi şeylər var idi. Onları götürdük. Hə qızlar, Zeynəbin istədiyini də götürəndən sonra hər birini vurduduq. Belə qızlar, deməli vlogun sonuna gəldik, çatdıq. Vlogumu izlədiyiniz üçün çox sağ olun. Xoşunuza gəldisə like atıb, yorum yazıb kanala abunə olmağı unutmayın. Sağ olun.